أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وصلى الله على محمد وآله الطاهرين ولا سيما بقية الله في الأرضين. Sahati əbədiyyətdə insan dayandan sonra elə ki baxı arxasına görə nədir çorrayıbdi, dolanışığın haralarda ömrünü soğuşturubdi, nə qədər leytəsi var. Ey kaş, ey kaş. Ənbiya gəliblər deyərlər, gəlin biz sizi örgədək, orada heç vaxt deməyin ey kaş. Onlar görəylər oranıya. O arsada insanın giriftarçılığı hardadır, onları biləylər. Odur ki insan orada deyib, وَلَوْ كُنَّا نَسْمَعُ نَعْقِلْ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ. Əgər biz eşitsəydik sözləri və əgər təəqqülümüz olsaydı, ağlımızı işə salsaydıq, مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ. Alan cəhənnəmdə dörüdük. Odur ki Resul-i Xuda, o əzəmətli Peyğəmbərimiz buyurubdur ki, neçə yerdə ümmətim mənim giriftar olacaq. Biri bu dil gəziyəsidir. Bərdاشtای zənni ilə adam danışa. Bərdاشtای zənni yəni bir dənə müsibət. Bərdاشtay zənni yəni zənn üzü ilə danışasan. Daha bunun qapısını açdın, bağlayanməzsən ki. Hey buna bir caman elə, hey ona bir caman elə. Onu da dilvə gətir, onu da qələmə gətir. Və vəylülləhüm mimmə yektubun. Allah necə də həlakət istəyibdi biri, onlardır ki yazıylar, amma hesabsız yazıylar. Peyğəmbərimiz günü görsətdi buyurdu, bir misli haza fəşəd və illa fədə. Hər şey bu cür aydındır, buna şəhadət ver və Allah dörəsinə getmə, zahiri gəziyyə inanma. Biri gördü, Cənab-ı Zurara İmam-ı Sadiq'in Behter'in en güzel şagirdi imamın aleyhine danışıyor bir mecliste. Dedi bayat oğlan senin azab bu fasık imiş. Azab münafık imiş. Hazretin o güzellikte şagirdi diye Hazretin aleyhine danışıyor. Durdu geldi İmam-ı Sadiq ağanın məhzərine. Dedi ağa beter bir şey gördüm bugün. Senin dövrü tutanlar acab çifir adammışlar. Sənə deyilən uçaram, çakəram, orada deyil, sənə əleyhə danışır. Bütöv sənin abru töhdü məclisdə Zurarə. Sən niyə diqqət eləməysən bu dövründə yığanlara? Həzrət döndü dedi, o səndən əfqəhdir. O məclisdə xəlifənin casusi əyləşmişdi, o istəydi rizitirə. O cür onu caydıra. O öz işin gördü, amma səni ki suizənd elədin, bunu harap çıxardacaqsın. Birdən ağlı başına gəldi dedi, ağa, azab işlü eləmişəm, əstəğfirullah Rabbi və ətubu ileyh. Burada İmam-ı Sadiq abi söz deyib ki, zıl suyuna görə yazırsan. Həzrət dedi, əl-ana xərəcdən minən nar. Alan otun içindən çıxdın. Yəni otun içindəsən sən, bilməysən özün, hər yeri ot mühasır eləyib. Gözü yumdun yorgan döşə otdi, məqsəl otdi, suyu tökək otdi. Qəssalın əli otdi. Və innə cəhənnəmə ləmuhitətun bil kafirin yevmə yəqşahumun naru. Allah buraya cəhənnəmi hatə eləyibdi. Bücün olacaq ki, bütöv bürüyəcək otuları, üstdən, altdan, hər yerdən. Orada hara çatmaq olar, neynəmək olar. Əvvəl, mincisi Peyğəmbər dedi, dil üzə müvazib olun. Götürüb bir şey yazıb abıra düşürsən, ay canı mən axır, sən zənni surətdə yazıbsan 200 min adam bunu yox o deyir. 200 min qeybət elədin, 200 min böhtan dedin, 200 min töhmət dedin. Qiyamətdə əvvəl qədəmi ki qeybət eləyən götürər, ayağın qoyar cəhənnəmə. Və əgər birdən tövbə eləyəcək hilliyyət elə, axırın şəxsidir ki gedər beyişlədir, hələ özün güzəstə. Hazreti İmam Seyyid Mustafa şahid oldu, istədilər tətil eləyələr Roza-i Nəcəfi, qoymadı. Dedim orada bazı dərnəyə var idi. Amma gəldi, məriz olmuşdu, Məscid-i Salmasıda çıxdı, mənbərə eşitdi, bir tələbə bir alimin, müştehidin qeybətini eləyib. O qədər əsəbani oldu, təzədən mərizdir, o da elədi, dərs tətil elədi. Bir qeybətə dərsi tətil elədi, oğlu şəhid oldu, dərsi tətil eləmədi.
Bunlar bilirlər mahiyyəti qeybət nədir? Ki bizim camiəmiz mübtəladır. Biri bəhs siyasidədir, biri bəhs xanavadəcidədir, biri bazar gəziyyəsindədir. O, hər məclisə getdin axirət zamanın nişanəsidir. Ki o babda inşallah mən gecənin məclisində Peyğəmbərimizdən çox sözlər deyəcəyəm. İkincisi ibarətdir bu ki, mal müşkülü ola, yəni vəzifə-i malisin əncam verməyən. Allah görsətməsin bu babda üçün haqqın nasdir, tərəfində qutaracağı yoxdur. Buna görə ki, bu işləri ki görübdir, vacibatın ki gərək verəydi, verməyibdir, nəzir eləyəcək, hara çatdıracaq füqəranın haqqın. Allah-u Teala deyəcək ki, get fəqirin özündən izin al, get fəqirin özündən soruş. Füqəranı da gətirəcək, deyəcək, baxın bu cəmaatın gözünə, hansını tanıyırsınız, şəfaət eləyin. O ki, gəlib sənə kömək eləyibdir, ona şəfaət elə. Neçə taifə şəfaət eləyəcək biri füqəradır. O ləhzədə, axırın ləhzədə də mal təcəssüm tapacaq, sirvət təcəssüm tapacaq. Vilası gələcək gözünün qabağına, qızıl gələcək gözünün qabağına, o dolarlar, bilirsən o dolarlar nə olacaq? O dolarlar əcdaha olub, سَيُتَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ demə rivayət oxuyam, Quran ayəsi oxuyam. سَيُتَوَّقُونَ o ki gələ zəkatı verməyən, zəkat təbdil olacaq soğbana, soğban, çox yekə əcdahıya deyək soğban. Daraşacaq bunun boynuna. Bir dənə Mələkül-Mevt gəldi, bir dənə çox sirvətməndi, kişini Bəni İsraildə canını ala. Dedi, niyə gəlibsən? Dedi, gəlmişəm canımı alam. Dedi, mənə möhlət ver, qoy bu mənim əmvalımı gətirsinlər. Sonra mənim canımı al. Xəzanəni gətdilər, milyon sirvət qabağında. Döndü əmvalı ilə danışdı. Dedi, əntəlləzi ənseytəni Rəbbi və qəttəətə rəhmi və cəəltəni əbi-u axirəti. Malın durdu damlamağa. Sən mənim evimi yıxdın. Mal gərək nə danışa? Malda deyə sən özün öz evi yıxdın. Biri dünyaya pisliyə Əmir Əleyhisselam döndü dedi, əntəl mütəcərrimü aleyha əm hiyyəl mütəcərrimətə aleyk. Sən dünyaya iddia cürm eləysən, ya dünya sənə görə iddia cürm eləyə. Bimaristan da görsətdi, qəbristanlığı da görsətdi, mərsilik də görsətdi, fəqri də görsətdi, kəri çehrəsini də görsətdi. Bir şey ki gizlətmədi. Sadıq çıxdı qabağa. Dünya daru sidqin limən sədəqaha. Düz olsan dünya düz çıxıb qabağa. Dedi, sən mənim Allah'ım yadımdan çıxartdın. Sən mənim rəhimimi qət elədin. Sənə görə famildən ayrıldın. Və sən bais oldun axirətimi dünyaya satam. Çünki pula görə yalan danışdım, pula görə riba yedim, pula görə oğurluq elədim, pula görə qəşşidər muamilə elədim. Və ində izin əntəqallahul mal. Burada Allahın malı dilə gətirib danışdıracaq. Allah içi əntəqə külli şey. Hər nəyi nütkə gətirib. Fəqalə ləhu yəbnə Adəm, la təlumni, məni də anlama. فَأَنَا كُنْتُ اُدْخِلُكَ عَلَى النَّاسِ بِدُونِ iznin. Cəmaət mənə görə səni ehtiram eləydi ya. Mənə görə bidun izn hər yerə istəydim, keçəydim. فَاِنْ أَنْفَكْتَنِي فِي الْخَيْرِ كُنْتُ لَكَ تَائِعًا. Yaxşı yerdə pılı xəşləyəndə qabağı tutdum, sənə mütiydim. وَاِنْ أَنْفَكْتَنِي فِي الشَّرِ لَمْ أَعْسِ əmrək. Pis yerdə pılı xəşlədin, mən sənin qabağı tutdum. Apardın qumara xərclədim. Apardın mərakiz-i fəhşai məşhur var dünyada. Getdin o mərakiz-i fəhşaya. Bir atılıb düşdün yaxçı. Sonra nə oldu? Duadır ki, Xudaya, əuzu bikə min zunubin ədbərət ləzzatuhə və bəqiyyət təbəatuhə. Allah sənə pənah aparıyım o günahlardan ki, kefit keçib, kötək qalıb. Ləzzat-ı məqtəyi, ləzzat-ı üzliylə adam Allah'ın qavağı, Allah'a dal söyler ve kânel kafuru ala rabbihi zehira. Azab ayet. Azab ayet. Allah buraya ki kafir Allah'a dal söyler. Ağzan Allah'ın rahmetinde yaşıyorsan dal söylerler.
Mağfiretinde yaşayırsan dal söylerler. Rububiyetinde yaşayırsan dal söylerler. Onun qəhhariyyətində, qəyyumiyyətində yaşayırsan dal söylerler. Əsbab-ı müsabbabat onun elindədir. Sen de əsbab-ı müsabbabatdan gündə işi görürsən. Dal söylerler. Sabr elə. İndi birdən körpüləri sındırdın. Bu zaman görəcəksən ki, möhtacsan amma iş bir yerə çatmır. Dedi, fəla tulgi billahi məti əleyyə. Məni danlama və lüm əla nəfsik özünü danla. Dalına əcəb söz deyibdi bu dünyanın malı. Deyib, fələs də əfzələ minni. Fəənə min turab və ente min turab. Sən əlan da məndən əfzəl halət yetizardan. Əlan da sən məndən əfzəl dörsün. Sən də torpaqdansan, mən də torpaqdanım. Orada da çıxış ki dedi, ya leytəni qəddəmtü ləhəyati. فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابَهُ أَحَدٍ وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٍ. Orada da ya leytəni qəddəmtü ləhəyati. Ey kaç dilirdim ama bir iş göreydim. Çaldık sözü bura sattırdık. Biri isteye buradan salim çıxa. Bunları gərək bilə. Əvvələn bilə ki, به قول فارسlar از کجا قرار خیرشی بگیرند. Hardan yaxınına yapışacaqlar. Onları geçən görəcək. Onları burada düzəlt. Buradan çıxmamış. Onları rahla. Təsvir hesab elə Allah-u Teala'dan. Hesabı durut. Buradan çıxmamış. Biri budur. İkincisi budur ki, fürsəti əldən vermə. Sabahı bilməysən. مردی همیشه بر سر بیمار گریست چون روز شد و بمرد و بیمار بزیست. İmam Rıza geldi əmisinin başının üstüne öyleydi. O birisi əmiləri de başlarına vurup ağlaydılar. Hazret de güleydi. Dediler ağa gülmek yeridir burada sen güleysen. Dedi biliyorsunuz neye güleyen? Bu əmim ki başına vuruyor ağlaya. Bu ölecek, bu ölen dirilip kalacak. Bəli. Bunda bizim mahallede biri öldü koydular onu məscidə. Geldiler mücöre dediler ki gel buna sen zad oxu xadimə, Kur'an oxu səhərə incən. Ta səhər bunu biz dəfn eləyəcək. O da geldi səhərə incən, Kur'an oxudu. Səhər birdən başını koydu yere ikisini de baham dəfn elədilər. Budur ola. Bəli. Aparıylar ölünü qəbirsandığa ve qəbirsanlıqdan zəvreylər, gəlin bu dirildi. Xanavadası sövünə necə qaçıylar ki bu dirilib. Hol olay maşın bütöv keçetir elinin altına. Bunlar hamısı öldü, oturdu gəldi. Yani nəzir görüb sən? Ya mən təsəbbəbət bil ötfihil asbab. Asbab Allah'ın elindədir. Heç fikre yetişməyən yerdən səni vurar. Bir dəfə şahın zamanında ruznamədə oxuydum. İlanı götürüb ki o uqaf əlində götürüb dırnağında aparayı gövdən. Bırakılmıştı ilanda əsabani ki bunu tutup da gəlib düz düşmüştü bir dənə motor sürənin tərkinə. O tərkinə ki miniba düşmüştü oraya orada vırıb canı çıxmıştı. Bəli. Allah buraya və Allah dönə dönə de tez ol. Subhə saqiya qədəhi پرشراب کن دور فلک درنگ ندارد شتاب کن درکشش است. من نمیگویم زیان کن یا به فکر سود باش ای ز فرصت بی خبر در هر سه هستی زود باش. Dilin tamam zikreden olsun. Vezkur rabbeke izâ nesit. Vezkur rabbeke fî nefsike tezarruen ve hufye ve dûnel cehri minel qavl. Bu ayelere dikkat ele. Aya de ayak usta, ottuk yeri, yattık yeri tamam zikri. Bileysen zamalı alem büzürdü ki bir ihtiyar seni yaparız zikre. Emri karardadı dur. Dilinden düşebilmeyi. Ölül elbabi Allah mani eyleyende dey اَلَّذ۪ينَ يَذْكُرُونَ اللّٰهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ. Onlar için Allah'ı zikreleyler. Ayak usta, yattık yeri, ottuk yeri. Namaz hofi Allah diyenden sonra de namaz hofi kurtardı. Allah'ı zikreleyin. Yine de اَلَّذ۪ينَ يَذْكُرُونَ اللّٰهَ cunubihim ta ahir o üç haleti bir de orada tekrar edilir. O bu siyerde de وَذْكُرْ رَبَّكَ اِذَا نَسِيتَ. Ta Allah'ı yaddan sattın tez zikrele.
Rivayətdə var ki, əhli behişt heç saətə pəşiman dörlər, illa ala saatin mərrət bim fid dünya, ləm yezkurullah teala fiyha. Məcər o ləhzəyə ki, bunlara keçib və bunlar Allah zikr eləməyib. Müttəqinin nişanı budur, qafillər məclisində olsa, ləm yüktəb minəl qafilin. Qafillərdən yazılmaz. Yəni cəmaatın orada oyuncu satmağı, bunu qeybət elə, o tövmət elə, səni Allahdan qafil eləməsin. Ürəyində vəzkur Rəbbəkə fi nəfsikə təzərrüən və xufiyətən və dunəl cəhri minəl qavl. İçərində, nəfsində, hey Allah-u Teala'nın zikri, hey Allah-u Teala'nın zikri. Zikr nə deyər? Zikr yəni mütaliə, cəmal-ı haqq. Zikr yəni əsma və sıfat-ı haqqədə seyr eləmək. Sən ki Allah'a zikr edəysən, namaz qıldın, ay namaz qılmayan, bunu eşit. Sen ki namaz kıldın, Allah'a yad eledin. Allah da döney sen yad ele. Allah böyle vələ zikrullahi ekber. Mən sizi yad eləyəm, siz məni yad eləməkdən yuxarıdır. Allah səni yad eləsə nəzir olar? Bir dənə dua oxuyam, Həzrəti Aliyə bu dua o qədər dadlı duadır. O qədər əzəmətli duadır. Qiyamətdir, məhşərdir bu dua. Allahümme enqulni min zikri ila zikrik. Allah mən səni zikr eləyəm. Amma cəmənin mənzili zikridən apar be mənzili zikrək. Sən məni zikr elə. Sən məni yad elə. Allahümme enqulni min zikri ila zikrik. Və la tətrük beyni və beynə mələkut izzikə baban illa fətəhtə. Və la hicaban min hücbil qəfləti illa hətəktə. Hatta tuqimə ruhi beynə ziya-ı ərşik. Elə ki sən məni zikr elədin, nəzir olar? Tamamı öz mələkutun qabağında nə hicab var götür. Nə hicab var götür. Və la tətrük beyni və beynə mələkut izzikə baban illa. Hər qapı var, xassul xas qapı, hamısını üzümə aç. Bunları ki açdın, bir də gördən mən gedib dayanmışam, در برابر ضیاء عرشک. عرش یعنی küllü kainat. Küllü kainatın bir nuru var. Bir əzəməti var. Bir heybəti var. Məni öz heybətində qərq elə. Məhibən bi heybətik. Duada oxuysan oruç tutar. Məhibən bi heybətik. Mütəcəllilən, mükərrəmən bi təlimikə və təzkiyyətik. Nə dua olardı. Məsum xəlvətxanada dua eləyəndə məhdudiyyət yoxdur ki. Sənlə məndən danışanda məhdudiyyət var. Amma Allahla danışanda bir sözlər deyibdir. Həbli səbərtu əla əzabik fəkeyfə əsbiru əla firaqik. Allah səbr, farz elə cəhənnəmə dözdüm. Sənin ayrılığa nəzir dözərəm. Yəni cəmal-ı şəzzət həqqidə var. O cəmala ki biri keçdi varı doldu. Cəhənnəm nədir? Hazır olar deyər cəhənnəmin otunda yanım külüm çıxsın. Bu cəmalı mən boşlamayayım. Sən nəcür cəmalı boşlayıbsan namaz qılmaysan. Allah'ın əzəmətdə cəmalı sənə cazibəsi olmadı. Vay olsun sənə. Vay olsun sənə. O üçün namaz qılmayıbdı. Öləndən sonra ki mütəvəccüh olayı, ey vay, hər nə varmış namazda varmış. Əndər həmə umur mən şəbi vəqtə namaz. Amad vər mən xiyal məşuq faraz. بگشاد زرق حجاب و میگفت به ناز باری بنگر که از که میمانی باز. Dey namazda bir defa benim yarım üzün açdı, bir tikə üzün görsətdi, dedi bax gör nədən məhrum qalaysan. Bu namaz qılanadı ya. بگشاد زرق حجاب و میگفت به ناز باری بنگر که از چه میمانی باز. bir yolcu vardı deyərdi مردم والله به خدا دیر آمدم. مردم والله به خدا دیر آمدم. Yolçuluq eləydi, deydi. Mərdim vallahi gec gəldim, vallahi gec gəldim. Bir gün su balatordan əyləşmişmiş. Ona deyilər, cinə deyilər onu deymiş. Biri deyib evin yıxılsın da bundan da istəyirsən tez gələsən. Dedi ya sən bilməysən mən nə deyəm. Mən bilməydim yolçuluqda belə bərəkat var. Gec gəlmişəm yolçuluğa. Ay bəhzət vurdu, ma 700 sal az mənəviyyət əqəbi. Biri ki getdi qabağa, hey deyəcək, hesab, şorlamışam, əlimdən çıxıb, əlimdən çıxıb. Allah deyir, və ənibu ilə Rabbikum,
ve eslimu lehu min qabli en ya'tiyekumul azab sümme la tunsarun. Allah bir üzü çör mənə. İzharı təslim elə mənə. Qəbl az in ki azab sənə gələ. Acibdir bu ayə, acibdir bu ayə. Ölümün adını qoyub azab. Bazı adama ölüm azabdır, bazı adama ölüm ruh reyhandır. Ruh reyhan. Bir də görək veyim, atası çoxdan ölübdür, atası gəldi. Bir dənə də özünə dühtür gətirib. Dühtür deyir ha, mələkül mevtdir. Dühtürə deyir ki, ay dühtür, mərzimiz budur, bu olub ha. Bu olub deyəm, mərhum Allame Hilli, bəli, o yazır ki, bir dənə ölemadan, bəli, deyir ki, mən işim buydu ki, qəşə dərs oxumuşdum, bəhs eləydim tələbələrlə. Bunu bağlaydım, onu bağlaydım, kef eləydim. Bunu bağlaydım, onu bağlaydım, kef eləydim. Məniyyət da, məniyyət. Yəni bədbəxtlik, yəni üzgərəlik. Bir də mən bir vaxt, aynıya vaxtım gördüm, saqqalı bağırıb, izdivaç deyiləməmişəm, nə xoşladım. Dedim, bir xanım olsaydı mənə bir aş gətirərdi, içərdim. Hey, həsrətlə, özür elə deydim, həsrət, taç hücrədə, qapıda bağlı, ot içində yanıya bir də gördüm, atam girdi içər. Düzdürdən, mənim atam çoxdan ölüb. Göz haləti etirada nə qədər göz açılacaq tədricən. Tədricən bir də göz açılır. Atam girdi, düzdürə dedi, məhriz budur. Məhriz əlini qoydu ayağıma, gördüm ayağım toxtadı. Hey, çatı gəldi, dizə tərəf dizim toxtadı. Hey, bu əlin hər yerə vurur, dərk gedir. Ta gəldi mənim əlim, sinəmə əlim vuranda mən iki oldum. Biri qaldı yerdə, biri qaldı yuxarıda. Özü orada görəcəz, anay xanım. Ənni ki şamırıb özü bəzəyib sana. İncân avriyat ki be hafız sıpırdı dost. Ruzi رو خوش ببینم و تسلیم بکنم. Ariflə aminin fərqi budur. Arif indidən özün görək. Amcazavad ağa, Aşıqzavad ağa Tehrani, o rədədə alim əxlaq indidən gəlməyib. O deyir ki, yalan ki kitabı yazıyam, paltarımı yaslamışam divardan. Nə cür paltarıma baxıyam, özümdən çıxıb özümə baxmışam. Öz qiyafəmə baxmışam. Naməhrəmlərin gözün nəvaziş eləməklə qiyafın nə olar? Onlar hamısı məvaddə surət hay bərzəx idi. Aşıqzavad ağa bu ağa fot eləyəndə ay Ərakit sehilumunda dedi. Dedi Aşıqzavad Tehrani hətta در namaz xəl-i ruh daşt. Namazda çıxıydı, özünə baxıydı. Ayətullah Xoyi deyir ki, ağay qazi buzurg. Məni əyləşdirdi, tamam zindəcimi əvvəldən axıra mənə görsətdi. Qüdrət ruhiyə bax, ibadətin gücünə bax, namazın gücünə bax, təharət nəfsin gücünə bax. Dedi, bax, gördüm orada tələbiyəm, orada dərsliyəm, orada dərs xaricliyəm, orada filan şey, hey, bir yerdə gördüm, risaləm mənim çap olay. Kitabxanada mənim risaləm çap olay. Hamısını görsətdi, ta minarədən nida elədilər. Ayətullahul uzma ağay xoy fot elədi. Orayınca mənə görsətdi. Bəli. İndi özü istəyəsən görəsən, o cür olar. Ölüm bəzi adama əzabdır. Allah deyir ki, min qəbli ən yətəkumul əzab sümməlatun sərun. Daim nüslət oxuyor da. Bu ki deyəm sümməlatun sərun, Allah'dan iste bunun konhun, bunun omgun sana başa salsın. İki tane Allah deyip innekum makısun. Bir tane cehennem ehline de innekum makısun. Bir tane beyiş ehline de innekum makısun. Makısun məksidendir. İnnekum makısun da həmişə buradasın. Bir defa cehennem ehline de həmişə də buradasın. Bir defa da beyiş ehline de həmişə də buradasın. Allah'a and olsun. Bu innekum makısun savalandan ağırdır. Allah diye innekum makısun. Daha kurtaracak yok değil. Orada kışkırı şeyler deyirlər, bir cümlə deyirlər, Allah onu Kur'an'da getirib. Deyirlər, savaun aleyna, əcəzəna, am səvərna mavləna min məhis. Çobalayaq, çobalamayaq, qışkıramayaq da kurtaracağımız yok. 40 yıl yalvarandan sonra bu cümləni deyirlər. 40 yıldan sonra, 40 yıl yalvarırlar. Orada nida gəlir ki, İxsa'u fiha və la tükəllimun. Ərəb iti qvalayanda deyər İxsa. İxsa'u fiha
Və la tükəllimun. Səni yad verəm Allaha, gələsən, xalqın boğazını qurdasan, it onun bütün şərafəti ondan çox varıdır. Sən gəlibsən biçarəyə bir hoqqa gəldiyi evin yerindən saati canuza andosun olan hekayəti deyəm, Beləvanın başına hava gəldi. Gördü Evzad əldən çıxıb. Başına hava gəldi beçaranın. O zaman indi gör ona ixsa gərək deyəsən, ya deməyəsən. Bəli. 50.000 cəmaatı qırıb, məlun dönüb deyək, Tevratın dəsturu ilə bu işi görüyor. Allah Tevratdan danışanda deyir və təfsilən li kulli şey. Hər nəyi təkvim müşəxəs eləmişsiniz Tevratda bunlar tərif edib. Demiş o adamı öldürmək olmaz, uşağı öldürmək olmaz. Allah. Orada da iqsa'u fiyâ və la tükəllimun, məni danışdırmıyor. Sən dünyada məndən danışmadın, indi istəysən məndən danışasan. Allahla danışmaq, yəni namaz. Nə qəşəhdir? Özü də gör nə gözəl Allah, mətni özü yazıb. Verib bizə deyib, bax mənə bu cür danış. Bizim surudim, əslimizi istəysən, sure həmdədir. 7 dənə ayədi, niyə gündə oxuysan? Yəni bu 7 mətləbi gündə girət deyəsən. Bəzi mətləb var, gündə girət təkrar olar. İmamların bir duası var, gündə oxuymuşlar. Məsələn, Peyğəmbərin duasını bir-iki gündə oxuymuş, bu deyir. وَلَوْ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ. Ay Allah, heç çalışmaq, heç talaş sənin iradən yerin verməz. Nə qədər çobalaysan çobala, Allah iradə eləməsə ara çatır. Hər sulu dəvədən kəs zədər-i xiş veranət, an raki bəxanət, bədər-i kəs nə dəvanət. Huzur olar. Nə qəşəng. Bu necə gündə deyəsən? İmam Səccad gündə demiş, Xudaya, əsbahna və əsbahatil əşya'u kulluha bu cümlətə lək. Allah sübh elədi, halbuki hər nə sənin maliki yakındadır. Sənin mülkün içində zindəcilik. Allahın mülkündə Allahla savaşırsan. Allahın cəmisinin içində cəmini dəliysən. Allah bir dənə cilayə eləyib, o xədə ot vurmalı cilayədir. Allah deyir, ələm yəni, vaxt olmadı. Aday nə qədər? Günlər keçdi, həftələr keçdi, aylar keçdi, illər kimi haçan da. Bu nə namazı sən qılırsan? Bir nə gözün yaşı vardı, nə qəlbin xuzusu vardı, nə ürəyin xuşusu vardı, nə xəlvətxanədə bir məst olmaq vardı. Məstəm کنن چنان که ندانم ز بی خودی در عالم خیال که آمد کدام رفت. Allah deyir, ərəm yəni. للذین آمنوا ان تخشع قلوبهم لذکر الله و ما نزل من الحق. Mənim bu ayələrim sənin ürəyi yumşatmadı. Nə qəşəng ayə. Bir dənə herfə oğru varmış. Herfə oğru çıxır duvarın üstünə, duvardan düşə evi oğurur ya. Görək bir dənə xanım orada Quran oxuyur. Allahın işidir ya, bu da həvalədir. Bu ayəni oxuymuş. Arvad oxuyub bu ayəni. Ələm yəni lilləzinə amenu. Vaxt olmadı. Da qorxasan Allah'tan. Bu ayə bunu belə tutur. Duvarın üstündə deyir. Allahümme və qəd an. Ləm yəni müzareydi an mazidir. Allahümme və qəd an. Ay Allah vaxt oldu. Elə oradan düşdü. Getdi düz əbəd rüzgarı o zaman oldu. Bir dənə ayə, bir dənə ayə. Bir dənə ayəni götü üstündə işlə. Biri girdi məclisi Peyğəmbərə bir ərəb. Peyğəmbər dedi dairəyə əyləşin, sədrizə-i məclis bəllənməsin. Yadınızdadır Məccamidə şahnişin vardı. Gör, nə iş görmüşmüşlər o. Dairəymişlər, xanlar əyləşəymişlər məsələn orada. Peyğəmbərimiz dedi dairəyə əyləşin. Bu da girdi məclisə kim? Hardan tanısın Peyğəmbər kim? Dedi Peyğəmbər kimdir? Dedilər o. Getdi Həzrətinin sorağına. Dedi o Quranını mən oxuyayım. Çöldən gəlib ha. Dərs oxumayıb, savadı yox, bir savad, zır be savad. Həzrət başladı. Əzə zulzilətil ərzu zilzalaha və əxrəcətil ərzu əsqalaha və qaləl insanu mavlaha yevmə izin tühəddisi əxbaraha. Yer bütün danışacaq. Nə iş görübsən, hara gedibsən, nə veribsən. Fəmən, daha gəldi yetişdi Peyğəmbər olaraq. Fəmən yəməl miskələ zərrətin xeyrən yərəh və mən yəməl miskələ zərrətin şərrən yərəh. Ərəb qışqırdı. Dedi, bəs. Əgər istəyirsən düzələsən, bu bəs.
Əgər istəyirsən yolu tapasan, bu bəs. İmam-ı Sadiq ağa verir, zərrədən xırda şey olsaydı, Allah onu gətirərdi. Zərrə yəni toz, bacadan gün şaxıb toz. Tozun vəznicə ədalət riayət olacaq. Gör, camala bax ha. Mən həmişə deyirəm, Allahın böyük camalı axirətdədir. Çün böyük camal ədalətdir. Ədalətin də tufanı qiyamətdədir. Da zərrədən hesab çəkəcəklər. Gör, camala bax, gövkəliyə bax. Dedi, daybəs, gəldi, gəydəndə Həzrət bətər söz dedi. Dedi, bu kişi, bu ərəb rəcəə fəqihən. Rəcəə fəqihən. Fəqih oldu gəldi. Bir ləhzədə fəqih oldu ya. Anam bizlər gediyor, qumdan əxəcək dərs oxuyaq, ta fəqih olaq. Ha? Həzrət dedi, rəcəə fəqihən. Fəqih oldu gəldi. Nəfəs imam, nəfəs məsum, nəfəs insanı kamil bu cürdür. O qədər əsər ilə, əslən bəzi imamlar heç elə, bəzi üləma-əxlaq təsərrüf-i təkvini eləymiş. Yəni vücudunda təsərrüf eləymiş birdən müqəlib oluymuş. Bəli, rəs insanı kamildən neçə nəfər dayanıb, tarixin o lap uca yerində dayanıb, neçə nəfər biri Seyyid-ül Şəhadadır. Nə iş gördü? İzzətə dedi, nə qədər həzinə verirsən ver. Tamam balaları ver. Amma əziz yaşa. Zillətlə yaşama. Rişvə zillətdir. Yalan zillətdir. Başyaçıqlıq zillətdir. Başyaçıqlıqla yalvarırsan sənə bax. Ha? Allah sənə baxsın. O baxdı nə olacaq sənə? Allah sənə baxa. Vənzur ileynə o nəzrətən rəhimə. Nəstəkmülü bəhəl kəramətə indək. Ta kəramətin cüzün başa. Nə oldu? Həzrət Saldan Mühasiriyə. Dedilər gərək-gərəsən beyət eləyəsən Mədinədə. Mədinədə Həzrət gələ imza verə. Yezidi təyid eləyə. Siz yad verəm Allaha gör. Buna imam demək olar. Yezidi təyid eləyə. Bilməysən nə fıskı fudur əhliydi bu. Həzrəti çağırdılar. Həzrət bildi ki, zorla beyət alacaqlar. Bəni Haşimi də gördü, gəldi, girdi. Kaxı fərmandara. Ondan sonra dedilər, yallah reyət. Yezid demişdi, ya beyət ya baş. Ya əl ya baş. Əli ilə beyət, əli ver, ya baş. İmam sənə bunu demək olar. Zorla deyəsən başına bırayan, görəysən nə qədər hey qışqırıyla bizim başımıza müzakirə şəmşirlə. Düz Seyyid-ül Şəhadaya təkdir də elə burada. Həzrət dedi, ola bilməz. İstədi bir ayrı oyun çıxarda gördü ki, yox, Bəni Haşim ətrafındadır. Ola bilməz, odur ki, İmam Hüseyin ağa gördü, qalsa Mədinədə öldürəcəklər. Ölsə də səssiz öləcək. Həzrət dedim, mən ki, öləcəyəm, səssizli ölüm. Əqlaniyyət mövzuri Kərbəladır. Hərəkət elərəm, bəli, şəbi yetişənbə, 28 Rəcəb, atların ayağının altına parça bağladılar ki, səsi çıxmasın. Onlar hərəkət elədilər gecə. Mədinədən bütöv bacılar, qardaşlar, hamısını götdü özü ilə Həzrət. Düşdü çöllərə. Amma bir dənə bir Məriz xanım vardı, Məriz balı idi, Fatimə-i Suğra. Fatimə-i Suğranı gördü, bu Mərizdir, bu atların üstə əyləşənməz. Bu hodət üstə əyləşənməz. Bunu qoydu Mədinədə. Durdular hərəkət eləməyə. Demiş ola ki, baba, məni kimə tapşırırsan? Nəzir olacağım mən? Orada bir nisçili söz dedi. Təvəssül eləyəcək o dirişləsdə bağlı ya. Dedi qoy ərağa yetişeyim, qardaşın Əli Əkbəri yollara. Gələr səni də qoşar bizə. Bu balanın nəndisə müsibəti var idi. Biri buydu ki, intizardaydı da. Hey gözü, əyləşəydi qapı ağzına baxıydı ki, Əli Əkbəri. Bir müsibəti bu idi ki, elə ki, valiyə Mədinə məlun bildi ki, İmam Hüseyin ağa xuruc edib Yezdün əleyhinə. Dəstur gəldi Hüseynin tamam evləri sökün. Bütün evləri söktülər. Bu bala qaldı çöldü. Ki, Bəni Haşim gəldi, götürər apardılar bu uşağı.
Bu da ikincisiydi. İmam Hüseyin ağa şəhid oldu. Bədən, vücudu mübarək 4 yerə bölündü. Bir ruh mütəhhər idi, getdi mələyə əlaya. Biri də bədən idi, qaldı atların ayağının altında. Biri də dəydi, qan oldu, dəydi quşların qanatına ki, küllü dünyaya Hüseynin şəhadətini xəbərini yetirərlər. Allah eləşmişdi, evdə gördük, quş düşdü divarın üstünə, amma elə qana bələşibdi ya. 4000-ci Hüseynin bədəni necə oldu? 4000-cisi salamla denən. Denən, Əs-salamu alə-rəsil mərfu'i fil-gənah. Salam olsun da başa ki, getdi neyzə başına. Bədəni müslü oldu, gəzdirdilər şəhərlərdə. Bu balanın bir dənə də vətənizçili var idi. Elə onu deyim, elə bəs ta Hacı Hüseyin ağadan istifadə elə. O da budur ki, biləysən qız uşağı hər nədən artıq nəyi çox istər. Qız uşağı evdə körpəni çox istər. O qədər körpə uşağı çox istər. Əskerin beşiğinden ayrılmaydı. Onun zəhmətlərini çəkəydi. Başına toğlanaydı. Elə ona yetişəydi. Bir gün xəbər gəldi ki, karvanı Kərbəla gəlib, Fatimə Üsürdə qaçdı qabağa. Öz-gözünə deyir, görəsən əskər nə qədəndi böyüyüb. Amma gələndə gördü baba əskerin rozasını. Ələ-lənətullah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah dil şişəstə balanı vasitə eləyək dərgahının hürmətinə xatir Xudaya məmləkətimizə xasılğas inayət elə. Allah ərbabə həvaicə inayət elə. Dualarımızı müstəcab elə. Məvani isticabəti duanı bərtərəf elə. Ay Allah, sen huzursan ki bizi istiyor. Bizi de huzur qərar ver ki sen isteysen. Allah bizi istediğine hidayet elə. Allah qəzəbindən bizi uzaq elə. Allah xatalarımıza görə bizi məqamatdan məhrum eləmə. Əmraz nəfsanımıza əlaz mərhəmət elə. Mərzlərə məxsusən mərzai mənzur şifa mərhəmət elə. Su'ul aqibədən Allah bizi hifz elə. Əli boş bizi dünyadan aparma. Qəzəbinlə dünyadan aparma. Bizi gərəvzi dünyadan aparma. Peşmançılıqla dünyadan aparma. Allah ölməmiş peşmançılığımıza rəhm elə. Bu məcalis bizdən qəbul elə. Məqam-ı məzzəm rəhbəri tulu ömrü pörvərəkət və izzət mərhəmət elə. Zuhur Hazreti Vəliyəsi bizim zamanımızda qərar ver. Be bərəkət salavat və